uşaq yetişdirə biləcəklərinə güvənmirlər. Maddi məsələlərlə bağlıdır. İndiki cavanlar biraz tənbəldir də. Pulla bağlıdır. Bu işlə ciddi məşğul olmalıdır dövlət. Azərbaycanda dünyaya gələn körpələrin sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə 2023-cü ildən az uşaq dünyaya gəlir. Bəs görəsən paytaxt sakinləri bunu nə ilə əlaqələndirir? Vəziyyətlə əlaqədar olar. Çətinli vəziyyət. Cütlərin özlərinə olan güvənlərinə əlaqəlidir. Çünki uşaq yetişdirə biləcəklərinə güvənmirlər. Potensiallarına güvənmirlər. Çünki bir çox cütələr öz münasibətlərində tam olaraq o deyirlər. Məncə insanlar düşünürlər ki, əsas keyfiyyətdir, kəmiyyət deyil. Hər tərəfli uşağı qane edəcək şəkildə böyütmək daha önəmlidir, nəinki daha çox uşaq olsun. İqtisadi vəziyyətlə əlaqəli ola bilər də. Yəni insanların rifahı aşağı düşdükcə uşaq sayı azalmalıdır. Məntiqli uşağı böyütmək var, onun xərcləri var. Uşaqlar özünüz böyütmək çox çətindir. Uşaq pulu versələr çox əla olar. İndiki cavanlar biraz tənbəldir də həm də. Bu qlobal bir problemdir. Yəni evlənmiş qadınlar elə psixologiyaya sahib olurlar ki, uşaq dünyaya gətirə bilməyəcəklərini, onlara daha yaxşı həyat verə bilməyəcəklərini düşünürlər. Bu da yəqin ki, inkişafın göstəricisidir. Bu dünyanın əksər ölkələrində belədir. Yəni deyirsiniz ki, dünyaya az uşağın gəlməsi inkişafın göstəricisidir. Bəli, dövlətin burada konkret siyasətidir. Dövlət istəsə bunu artıra da bilər, uşaqların sayı çoxalıb, əhali çoxala bilər. Amma dövlət o siyasəti aparmır. Yəni o yoxdur. Bu gün açılmışıq dünyaya. Dünyada baş verən hadisələrdən xəbərimiz var. Ona görə bunu mənim qənaətim budur yəni. Pulla bağlıdır. Dolanışıq zəifdir. Ailədə ancaq bir övlad ancaq istəyirlər. Ona görə. Cavanlar axır vaxtlarda bir idmanla, azadla, sportla məşğuldurlar. Biraz fiziki problemlər də var, çatışmamazlıqlar var. İndiki uşaqlar deyir ki, biz 500 manat maaş alırıq. Biz o maaşla ailə uşaq necə saxlayaq? Bunun hamısı maddiyatdan asılıdır. Çatıra bilmirlər də buna görə də. Onlar bəlkə də özləri istəyirlər ki, özləri xoş yaşasınlar. Bu maddi məsələlərlə bağlıdır. İstədiyi sahəyə, öz peşəsinə, ixtisasına uyğun iş tapa bilməyəndə özün görür Avropada, Rusiyada, SNG ölkələrində. O hicrət eləyəndə də ailə nikah məsələləri, ailə qurma məsələləri düşür ön plandan ikinci plana. Avropada zaten uşaq olmur, ən çox onlarda iqtisad saxlayırlar, pişik it. Bizdə bilmirəm necədir. Gənc nəsil daha çox gəzməyə, görməyə, yeni şeylər öyrənməyə daha çox meyilli olduqları üçün yanlarında uşaq olsa onlara maneəçilik öyrədəcək. İndiki gənclər hər şeyi maddiyata bağlayır. Düzdür, maddiyat hər şeydən, amma çox şey demək deyil. Ancaq onu indiki gənclər gec qavrayır. Onda da həyatın demək olar ki, yaşın yarısı gedir. Bu da nə bilim, nə deyim.